Quran ölülər üçünmü göndərilib? Yas yerlərində Quran oxumağın mənası nədir? Qurani Kərimdə bu suala cavab Yasin surəsinin 69-70-ci ayələrində açıq şəkildə verilir. Biz ona, yəni Peyğəmbərə, şeir öyrətməmişik. Bu ona yaraşmaz da. Bu ancaq bir öyüd və açıq-aşkar Qurandır. Diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin. Yasin surəsi 69-70. Bu ayələrdən aydın görünür ki, Quran dirilər üçün nazil edilib. Onun məqsədi insanlara həyatda doğru yolu göstərmək, onları ədalətə və düzgünlüyə çağırmaq, Allahın qanunlarını öyrətməkdir. Quran düşünən, seçim etmək qabiliyyəti olan və hələ bu dünyada yaşayan insanlara xitab edir. Bəs niyə ölülər üçün Quran oxuyur? Bu sualın cavabını 3 əsas məqamda axtarmaq olar. 1. Quranın əsas məqsədi dirilərə yönəlib. Quran insanın həyatını islah etmək, ədalətli bir cəmiyyət qurmaq və Allahın yolunu göstərmək üçün göndərilib. Ölən insan artıq seçim azadlığını itirib. Buna görə də Quranın əsas mesajı dirilərə ünvanlanır. Ayədə də bu açıq şəkildə bildirilir. Diri olanları qorxutsun, yəni hələ yaşayan, düşünən və seçim edə bilən insanlara öyüd olsun. 2. Yas məclisləri Quranın mesajını çatdırmaq üçün fürsətdir. Yas mərasimləri insanların toplaşdığı, həyat və ölüm haqqında düşündüyü məkanlardır. Belə məclislərdə Quran oxumağın məqsədi ölüyə fayda vermək deyil, oradakı dirilərə Allahın sözlərini xatırlatmaqdır. Məscidlərdə adətən imanlı insanlar toplanır. Lakin yas yerlərində hər təbəqədən insanlar iştirak edir. İnanan da, inanmayan. Buna görə yas mərasimləri Quranın mesajını geniş kütləyə çatdırmaq üçün mühüm fürsət ola bilər. Belə anlarda Quran oxunması insanların qəlbinə toxunur. Onları düşünməyə və həyatlarını gözdən keçirməyə vadir edir. Bu, məscidlərdə Quran oxunmamalıdır demək deyil. Əksinə, Quranda buyurulur. Zərriyat 55. Sən xatırlat. Çünki xatırlatmaq möminlərə fayda verir. Mömin insan nə qədər çox Quran biliyinə sahib olarsa, öz davranışı ilə cəmiyyətdə digərləri üçün bir o qədər nümunə olar. 3. Quranın mənası başa düşülməlidir. Təəssüf ki, yas məclislərində Quran çox vaxt yalnız ərəb dilində səsləndirilir və mənası izah olunmur. Halbuki, insanlar anlamadıkları sözlərdən ibrət ala bilməzlər. Əgər Quran oxunursa, onun mənası insanların başa düşdüyü dildə tərcümə edilməli və izah olunmalıdır. Çünki Quranın məqsədi sadəcə səsləndirilmək deyil, onun mənasının insanın qəlbinə və düşüncəsinə çatmasıdır. Məsələn, ədalət, dürüstlük və mənəvi saflıqla bağlı ayələr yas məclisində izah olunsa, insanlar bu öyüdlərdən ilham alar, davranışlarını dəyişər və daha sağlam bir cəmiyyətin qurulmasına töhfə verərlər. Nəticə, Quran ölülər üçün deyil, dirilər üçün göndərilib. Yas məclislərində Quran oxumağın məqsədi orada toplaşan insanların Allahın kəlamlarından ibrət alması, həyat və ölüm haqqında düşünməsi və doğru yola yönəlməsidir. Bu məqsədə yalnız Quranın mənası başa düşülən dildə izah olunduqda çatmaq mümkündür. Beləliklə, Quran yas mərasimlərində ölüləri deyil, diriləri diriltmək, yəni insanların qəlbini oyatmaq və həyatlarını düz yola yönəltmək üçün oxunmalıdır.